YouTube videomuza hoş gördük gənclər. Biz bu videoda çalışacağıq ki 10 minlik real balansı, bu arada baxa bilərsiniz, demo falan deyil. 10 minlik real balansımızı çalışacağıq ki bu dəfə 10.500 falan eləyək. Yəni çalışacağıq 10.500 və 10.700 çalışacağıq eləyək. Buradan elə biz birbaşa 4 dəqiqəlik, yox 3 dəqiqəlik, 4 dəqiqəlik yaxşısı short əməliyyat atacaq. İzah verəcəyik, təbii ki, izahlardan olacaq. Gəlin görək biz buradan nə üçün short mövqedə əməliyyat atdıq. Gəlin baxaq. Fikir versək gənclər, belə bir üz yuxarı gedişatdan sonra, güclü gedişatdan sonra üz aşağı bir gedişat olub və burada bizim direnç nöqtəmizdir. Direnç nədir? Rezistans var, belə deyim də. Bura nədir? Fikir versək, hərəkət gəlir. Burada dayanır, əksinə irəlir. Hərəkət gəlir. Burada dayanır, əksinə irəlir. Hərəkət gəlir. Burada dayanır, əksinə irəlir. Bu onda nədir? Bu bizim direnç nöqtəmizdir. Bu əksinə işgələn olur, yəni buradan işgələn olur. Bu bizim dəstək nöqtəmiz olur. Belə, bu gedişatdan sonra belə bir oynamalar baş verir və biz burada belə bir pattern gözləyirik. Görək həqiqətən əməliyyatımız özünü doğruldacaqmı? 100%-dən girmişik əməliyyata, 4 dəqiqə müddətdən girmişik ki, əməliyyat özünü doğrulsa, yəni buralar falan gəlsin, heç olmasa, gəlin növbəti əməliyyatımıza keçid edək biz. Burada situasiya yoxdur, bunu təbii ki, çıxardacam mən buradan. Situasiya olmaya görə giriş eləmirəm. Burada nə etmək olar? Çıxarış verirəm, burada lazım deyil. Gərək yoxdur, yəni. Aha, buradan bir dənə long girmək istəyirəm, amma baxaq. Olar, buradan da bir aha 4 dəqiqəlik buradan da bir long girərik. Gəlin görək, burada nə üçün mən long mövqedə əməliyyatımı açdım. Onun izahını sizlər üçün bölüşüm. Fikir verin gənclər. Üz aşağı gedişatdan sonra burada qutunun içində belə bir hərəkətimiz baş verib. Və təbii ki, biz burada nə edə bilərik? Güzgü əksindən belə bir gedişat gözləyə bilərik. Yəni W hərfini bu dəfə yazmağını gözləyə bilərik. Deyə bilərsən çox formasyonla işləyirsən. Formasyonlar həqiqətində özünü doğruldur gənclər. Təkcə mən formasyonlarla işləmirəm bu arada. Formasyonlara yəni belə deyim, qulaq verib ancaq onlardan irəliləmirəm. Mən buradan 1 dəqiqəlik long girəcəm, 2 dənə. Bunun sığortasını açdım 1 dəqiqəlik. Nə üçün? Dediyim kimi burada bizim direnç nöqtəmiz var. Fikir versəniz, reaksiya verdi fitillə. Sırf formasyona görə girmirəm. Təbii ki, bunun incəlikləri var. İncəlikləri isə təbii ki, akademiyamıza qoşularaq öyrənə bilərsiniz professional şəkildə. Belə, baxın görək, qoldda nə var? Qold bağlanıb artıq. Saat gecə olduğu üçün problem yoxdur. Görürsünüz, bizim artıq sığorta əməliyyatımız özünü doğrultdur. Sığorta əməliyyat nədir? 300 dollar həcmində burada əməliyyatımız oldu bizim. Minus olma riski qarşı-qarşıya gəldiyimiz üçün burada 2 qatını açdıq ki, minusdan çıxaq. Yəni bu minus olsa artıq bizim elimizdə olmasın. Plus. Bu da plus olsa super olar həqiqətən, amma hər bir halda bu minus olsa artıq bizim vecimizdə deyil, çünki onu biz qaytarmışıq. Minusunu belə deyək. Apple-da dediyimiz əməliyyat görürsünüz gəlir. Özünü doğrultmağa doğru irəliyir. Bu arada yəni biz sadəcə olaraq Binary ilə məşğul deyilik. Birinci əvvəl bizi görürsünüz əgər. Biz CR Trade səhifəsi ki, Instagramda çoxdan varıq. Sadəcə olaraq YouTube-a heç vaxt keçid verməmişdik. Biz həm Forex həm də ki, Binary ilə məşğuluq və bütün nəticələrimizi Instagram səhifəmizdə bölüşürük sizlərlə. Yəni biz heç nəyi gizlətmirik. Bütün çıxarışlarımız olsun, nəticələrimiz olsun, tələbə nəticələrimiz 930-dan sonra nəticələrimizin hamısını bölüşmüşük və bölüşməyə də davam edirik. Bir dəqiqəmiz qaldı burada. Görək. Bu əməliyyat minus oldu. Problemi yoxdur. Sözün əsl mənasında həqiqətən problemi yoxdur. Çünki yenə deyirəm, bayaq dediyim kimi biz plusa çıxmışdıq zaten. Martingale açıb plusa getmişdik. Apple-a gedək. Bu əməliyyat plus olsa əgər, plus olacaq inşallah. Hardasa 270 dollar profit əldə edəcək. 570 də burada. Gəlib çıxırıq istədiyimiz məqsədə. 10.500 demişik ya, düzdür? 10.500 demişik. Gördünüz, dediyim kimi. Yəni bu uzun müddətli təcrübə və biliyin nəticəsidir gənclər. Bunu sizlərlə mən bölüşürəm. Çox mükəmməl şəkildə əməliyyat özünü doğruldu. Yəni 4 dəqiqəlik açmışıq, 4-ü də tamışam. Yaşıl açıldı. Əla. 50 dollar qaldı, eybi yox. Onu da həll edərik. Yenə də 70 dollar əməliyyat açaq. Buradan elə 1 dəqiqəlik mən, 1 dəqiqə olmayacaq. 1 dəqiqəlik baxın bu deyəcəydim elə buradan açaq. Yenə də açacağam buradan mən 3 dəqiqəlik long. Ki buralara qədər gəlmə şansı bunun həddən çoxdur. Görək əməliyyatımız necə bağlanacaq. Əgər işte birdən bu geriyə çəkilsə, biz buralardan falan bir dənə long girə bilərik. Baxın, burada nə üçün long girə bilərik? Buradan izahını verim təbii ki. Fikir versək, bizim burada dəstək nöqtəmiz var. Baxın, sırf burada. Görürsünüz buradan reaksiya alıb, yüksəlib. Və sırf bu nöqtədə görürsünüz. Reaksiyasını alıb, hərəkət düz aşağı davam edirdi. Reaksiyasını bu nöqtədən aldı, yüksəldi. Bəs bunu biz necə təyin edə bilərik? Biz bu dəstək nöqtəmizdə time frame böyüdürük. Keçid olaraq arxa tərəflər burada gap var, gap boşluqdur.
Arxa tərəflərdə məsələn fikir versəniz bura. Burada görürsünüz necə işləyib dəstək nöqtəmiz. Eyni ilə də baxın görürsünüz. Gəlib buradan, məsələn buradan xətt açsaydıq, buradan gəlib əməliyyat açsaydıq, həmiz plus idi. İndi görək əməliyyatımız necə qurtaracaq. Minus ola bilərmi? Təbii ki, ola bilər. Minus olsa problemi yoxdur, amma gedişat üzü yuxarı da davam eləyə bilər. İndi görək əməliyyatımız necə sonlanacaq hələ ki. Əməliyyat sonlanmamış, istəmirəm başqa əməliyyat açım. Bu arada Binary videolarının davamında gəlmək istəyirsinizsə, yəni zəhmət olmasa, komment bölgəsinə bildirməyi unutmayın və videonu bəyənərək bizə dəstək ola bilərsiniz təbii ki. Pinbarımız açıldı. Məncə bu davam edəcək yuxarı, amma aşağı da gedə bilər yəni. Şamımız basıldı yuxarı. Biraz yuxarılarda oynasa, tam yaşıl bağlansa həll olar. Bu arada gənclər çətinləşdirmək lazım deyil. Buradan 80 dəmə, düz xətt atmaq lazımdır başlanğıclarda. Sonra artıq professionallaşacaqsınız deyə ehtiyac qalmayacaq. Əlavə də olaraq 50 də indikator qoşum, nə bilim, neyinə ehtiyac yoxdur. Price action, fundamental analiz, texniki analiz, istəyən təbii ki, breakoutlar, FVC falan, forex saytlar istifadə edərək uzun müddətə profit ola bilər. Bu arxaya dartıla bilər bu dəqiqə. 4 3 2 1 eybi yox. Problem yoxdur. Gedək. Biz buradan gedək. Ən yaxşısı kriptoda keçib verməkdir. Ən yaxşısı elə budur. Bir dəqiqə. Mən buradan gedəcəm. Mən buradan 4 dəqiqəlik short gedəcəm. 1 2 dənə. 2 dənə gedəcəm. 85%-dir. Kifayət edəcək. Yəni riskli əməliyyat olacaq yəni. Bu minus olsa məndən çıxış verməyəcək, sıxmayacaq yəni. Siz bir dənə alsaq. Boş-boşuna qalmasın orada. Əməliyyat olanda yenə döşəmək lazım deyil. Bəziləri var ki, bəzilərinin səhvi nədir? Döşülür əməliyyat dayanmadan lazım deyil. Elə əməliyyat açmaq lazım deyil. Bu arada yəni mən burada izah verim. Nə üçün short mövqeyidə əməliyyat gözləyirəm, yəni hərəkətin davamını gözləyirəm. Fikir versəniz, bayaq dediyim kimi bizim burada direnç nöqtəmiz var. Neçə dəfə işləyib və burada yazıb axtara bilərsiniz. Descending Triangle patternin adıdır. Descending Triangle patterini çəkib aşağı partlaya bilər. Yəni belə bir aşağı qırılma baş verə bilər və ya yuxarıya da ola bilər. Bizim məncə aşağı qırılma baş verəcək. Görək necə qurtaracaq. Flayda tanınmasa yaxşıdır. Əməliyyatları düzdür 4 dəqiqəlik əməliyyatlardır. Uzun müddətli əməliyyatlardır. Hər bir halda görək əməliyyatlar necə bağlanacaq. Bu arada yenə deyirəm gözəl. Çalışın səliqə ilə işləyin. Birbaşa pul qazanacağam, partlayacağam deyib girməyin sahəyə. Çalışın siz səliqəyə və uğura önəm verin. Pul özü gəlib sizi tapacaq, narahat olmayın qətiyyən o barədə. Nə görək əməliyyat necə bağlanacaq. Əslində baxın belə bir gedişat olmalı. Bir dəqiqə aşağı baxın M hərfini yazmalıdır aşağı doğru. Görək həqiqətən əməliyyatımız özünü doğruldacaq. Bu arada video sizin üçün maraqlı olursa gəlir zəhmət olmasa edirəm. Komment bölməsində bildirməyi unutmayın. Akademiya barədə məlumat almaq üçün isə CR Trade səhifəmizə birbaşa yaza bilərsiniz təbii ki. Fake səhifələr aldanmayın. Bir dənə CR Trade altdan xətlə salım. Səhifəmiz belədir. Yazıb birbaşa məlumat ala bilərsiniz təbii ki. Həm Forex kursumuz var, həm Binary kursumuz var. Yəni kurs daxilində həm Forex həm də Binary Trading öyrədilir. Gözəl. Əla, bax dediyim kimi. Gördünüz necə basıldı aşağı əməliyyat. İndi pullback verib, yəni geriyə çəkilmə verib, gətirib minus eləməsə əla olar. Gördünüz pullback verib, bu dəqiqə reaksiya verir. Hələ ki vaxtlarına var əməliyyatların 23 saniyə var. Bir şeydən nəzər satırım. Əməliyyatı açmışsınızsa qorxmayın, nə də həyəcanlanmayın. Əməliyyat yerindədir. Siz nə qorxmaq, nə də həyəcanlanmaqdan əməliyyat yerini dəyişmir. Bunlar plus, əla, yuxarıların vaxtına var hələ. Aha, 5, 4, 3, 2, əla, bunlar onsuz da risk əməliyyatları. Всё, bugünkü hədəfi tamamladıq. Belə gənclər, inanıram ki, sizlərə az da olsa və ya kimisinə çox, kimisinə az da olsa faydası toxundu. Həqiqətən də videonun sahəni tam dərinə mənimsəmək üçün bizlərə müraciət edə bilərsiniz gənclər. Özünə müğayət olun, inşallah növbəti videolarda görüşənə qədər.